Salam əziz izləyicilər, Missiya Aktual verilişi ilə yenidən qarşınızdayıq. Bugün son illər həyatımızı görünməyən şəkildə dəyişən süni intellekt texnologiyaları haqqında danışacağıq. Artıq təkcə telefonlarımızda və sosial mediada deyil, təhsildə, tibbdə, iş yerlərində, hətta məişətdə belə süni intellektdən istifadə edirik. Bu texnologiyalar bəzilərinə böyük imkanlar, bəzilərinə isə təhlükə kimi görünür. Bəs süni intellekt bizim gələcəyimizi necə formalaşdıracaq? İş yerlərini əvəz edəcəkmi? Məxfilik necə qorunacaq? Bugün bütün bu suallara cavab tapmaq üçün studiyamıza Azərbaycan İKT Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasovu dəvət etmişik. Xoş gördük Elvin. Xoş gördük. Elvin bəy, elə ilk bu sualdan başlayaq. Süni intellekt nədir? İnsanların düşündüyü qədər qorxulu texnologiyadırmı? Hal-hazırki mərhələdə süni intellekt sadəcə bizim üçün münbit bir alət və işlərimizi asanlaşdıracaq, bizim fəaliyyətlərimizdə dəstək olacaq, böyük məlumatları qısa müddətdə emal edə biləcək bir asistandır və bundan o tərəfəsi deyil. Süni intellektlə bağlı kifayət qədər böyük fikirlər, iddialar və bunların hər birisi süni intellektin marketinq və süni intellekt məhsulları olan şirkətlərin satışının daha da yaxşılaşdırılması üçün qurulan kampaniyalardır. Süni intellekt bəli, hal-hazırda çox inkişaf etdi, amma bir mərhələ bitmək üzrədir artıq. Çünki həyatımızda olan böyük dil modelləri, ChatGPT, Gemini, Google'un süni intellekt modelidir, X-in süni intellekt modeli var, Grok və bunun kimi çox deyil, 6-7 süni intellekt modeli var ki, böyük süni intellekt modelləridir və bunlar həyatımızı çox spesifik sahələrdə də işlərimizi asanlaşdırır, həyatımızı asanlaşdırır. Amma ki, insanı əvəz edəcək heç bir motiv yoxdur hal-hazırda. Misal üçün buna nümunə olaraq, əsaslandırma olaraq deyə bilərik ki, süni intellektin hal-hazırda ən yaxşı bacardığı iş tərcümədir. Ən yaxşı bacardığı iş. Yəni istənilən bir mətni atıb başqa bir dildə o mətni rahatlıqla emal edə bilir və səlis bir şəkildə, qüsursuz bir şəkildə, hətta onu səsləndirə bilir, hətta onun altına video əlavə edə bilir. O kontentə uyğun, o mövzuya uyğun. Amma hələ də tərcüməçilərə dünyada daha çox ehtiyac var və beynəlxalq statistikalar, araşdırmalar göstərir ki, təcrübəçi vakansiyalar daha çox artıbdır. Bu da o deməkdir ki, süni intellekt insan nəzarəti olmadan heç bir süni intellekt emalı birbaşa buraxılmır efirə və ya ki, yazıya, media quruluşlarında və ya qurumların fəaliyyətlərində süni intellektin emal etdiyi bütün məlumatlar yoxlanılır insan tərəfindən və daha sonra emal edilir. Bu da demək ki, süni intellektə nəzarət edən insanlar var artıq. Prompt menecerlər və ya ki, public menecerlər ki, o məlumatı buraxmadan öncə mütləq ki, onun doğruluğuna nəzarət edir. Və bunun kimi bir çox məsələdə, misal üçün korrektə məsələləri, korrektə artıq istənilən bir mətni biz süni intellektin emalına verdikdə, orada bütün hərf səhvləri, korrektlər doğru bir şəkildə olunur və həmçinin buna bənzər bir çox redaktə məsələləri və süni intellekt burada çox yaxşıdır. Amma yenə də insanı əvəz etmir və edə də bilmir. Çünki dünya insan məşəlli bir toplumdur və biz istər birinci sənaye inqilabında, ikinci sənaye inqilabında, üçüncü və hal-hazırda yaşadığımız dördüncü sənaye inqilabında bütün inkişaf insana fokuslanıbdır. Və insanın tərəqqi etdirdiyi bütün texnologiyaların fonunda insanın daha yaxşı bir standarta çatmaq üçün, rifaha çatmaq üçün bir məqsəd dayanır. Və bu məqsədi aşmaq ümumiyyətlə insan xarakterinə ziddir ki, insan özünü əvəzləyəcək bir alət yaratsın. Xeyr, biz özümüzü daha yaxşı həyat standartına çatdırmaq üçün texnologiyaları inkişaf etdiririk. Misal üçün, bütün işlər, hər hansı bir sənət kargüzarlığı, gələcəkdə bunlar əgərlər istinad olunursa bir qanuna, misal üçün HR, insan resursları və ya maliyyə sektoru və ya ki, digər istinad olan hüquq ola bilər,
Və burada bu qanunvericilikdə əgər istinadla iş həll olursa, bu avtomatlaşa biləcək. Hansı ki, istinadla, yəni bir qanuna, bir qaydaya, hər hansı bir təlimə əsaslanan. Misal üçün, ən yaxın zamanlarda call centerlarda, yəni çağrı mərkəzlərində insan faktoru itəcək. Nə üçün? Çünki orada o çağrı mərkəzində duran insanın inisiativində heç bir şey yoxdur. O tamamilə o çağrı mərkəzinin məqsədinə uyğun olaraq o istehsalat olunan o hər hansı bir xidmətin və ya ki alətin öz qaydalarına uyğun olaraq cavab verir. Və orada insanın özündən yaratdığı, öz inisiativ aldığı heç bir şey olmadığı üçün orada insan faktoruna da ehtiyac olmayacaq. Və bunun üçün çox nümunələr var. O ki qaldı süni intellektin öz mərhələsinə. Süni intellekt böyük dil modellərindən söhbət gedir. Artıq bu böyük dil modelləri dünyada bütün elektron versiyada olan yazılı qaynaqları tükətdilər. Artıq onların yeni data alma şansları yoxdur və sadəcə öz yenidən emal etdiyi datalardan istifadə edirlər. Bu da o deməkdir ki, artıq süni intellekt mütəxəssisləri yenidən laboratoriyaya qayıdacaq. Yəni süni intellektin birinci inqilab dövrü bitmək üzrədir. Süni intellekt növbəti inqilab dövrünə keçəcək. Bunu biz necə müqayisə edə bilərik? Düşünün ki, birinci elektronika kəşf olunduğunda və ilk kompüterlər yarananda çox böyük həcmli bir otaqlar, hətta bina boyda idi. Amma indi bizim cibimizə sığan bir telefon o vaxtki kompüterlərin mində, milyonda qatını əvəz edirlər. Süni intellekt də hal-hazırda böyük resurslardan istifadə edir. Amma ki bu əvəz edilib, necə ki insan beyni kiçik həcmli olmasına rəğmən çox böyük işlər başarır və süni intellekt də artıq o böyük superkompüterlərdə deyil də daha kiçik həcmli alətlərdə də indiki performansı verə biləcək laborator nəticələr gözlənilir. Yəni süni intellektin yeni erası başlamalıdır. Bu era bitməlidir çünki bu era data toplama erası idi. Data, yəni öyrənmə erası idi, training. Və bu treyninqlə bütün dünyadakı yazılı qaynaqları bitirdi. Artıq onun düşünməyə ehtiyacı var. Dünyavi alimlər qeyd edirlər ki, hal-hazırda ən güclü dil modeli bir ev pişiyinin görüb reaksiya verdiyi və ya inisiativ aldığı qədərdə belə deyirlər. Çünki görür, təhlükədən özünü qoruyur, hiss edir, amma süni intellektin emosiyaları yoxdur, hissləri yoxdur. Bugünkü inkişaf mərhələsi sadəcə o alqoritmik hesablamalar, yəni kəlmə təxminindən başqa bir inkişafı yoxdur və bunun üçün də sualınıza qaydası olsaq, süni intellekt bizi əvəz etmir. Hal-hazır ki, süni intellektin gəldiyi nöqtədə bizi əvəz etmir. AGI hələdir, yəni insan səviyyəsinə gəlmə mərhələsi bu deyil. O bizim üçün sadəcə bir alətdir ki, milyonlarla datanı saniyələr içində təhlil edə bilər, emal edə bilər, amma ki, insan və ya insanı əvəz edə bilməz, insanın yerinə keçə bilməz, amma təbii ki, bizim iş həyatımızda, karyeramızda çox böyük əhəmiyyəti rolu var. Bizim üçün çox yaxşı münbit bir alətdir. Süni intellektlə yaxşı danışa bilənlər, onu yaxşı istifadə edənlər çox inkişaf etdirəcəklər özlərini. Bundan geri qalmamaq lazımdır. Bu çağırış cəmiyyətə olmalıdır ki, süni intellektlə düzgün münasibət qurmasını, prompt menecerliyi düzgün mənimsəməlidirlər, öyrənməlidirlər. Amma ki, süni intellekt bizim işimizi əlimizdən alınacaq kimi yanaşmalar doğru deyil. Buna da bir misal gətirəsi olsa, birinci sənaye inqilabı olduqda o arabaları, at arabalarını sürən insanlar və ya ki tarlalarda əkin edən insanlar qorxurdular ki, onların yerinə bir alət gəlir və onlar işsiz qalacaq. Hansı ki, həmən insanların övladları mühəndislər oldu. Və süni intellekt və ikinci sənaye inqilabında at arabasının yerinə buxarlı yox, motorlu alətlər artıq icad olanda, arabanın yerinə avtomatika, yəni maşın gələndə artıq o bir arabanı düzəltmək üçün bəlkə də bir
taxta düzəldən bir insan idi oradaysa, indi kiçik bir, yəni bir maşının içində minlərcə mühəndislik sahəsi var ki, bir motorun hissəsini və ya onun digər hissələrini minlərcə mühəndislik sahəsi açıldı və insanın həyatı, standartı yaxşılaşdı, komfortu yaxşılaşdı, ömrü uzandı və əvvəlki mühitlə indiki mühit, hansı ki o qorxularımızı yenə bilməsəydik biz, əvvəlki çağda qalacaqdıq, amma qorxularımızı yendikcə inkişaf etdik və bu inkişaf daimi olmalıdır və bunun üçün də yeniliyə biz açıq olmalıyıq. Yəni hər hansı gələcəkdə bir sahənin süni intellekt həmin sahəni əvəz edə bilməyəcək. Yəni, bu tamamilə yanlış fikirdir. Baxın, əvəz etmə anlayışı çox önəmlidir. Əvəz etmə nədir? İnsan çəkiləcəkmi kənara? İnsan varlıq olaraq, biz varlıq olaraq təhlükəli iş mühitinə uyğun insan deyilik. Misal üçün, neft çıxartmaq insan üçün təhlükəlidir. Boya işi insan üçün təhlükəlidir. Çünki o boyanın spesifik qoxusu insanları iyi alma qabiliyyətini itirməsinə səbəb olur. Çox səsli yerlərdə insanlar eşitmə qabiliyyətini itirir. Təhlükəli yerlərdə insan həyat təhlükəsi var. İsti şəraitdə işləyənlər öz sağlamlıqları ilə bağlı titrərdir. İnsan oradan çəkilsə, orada avtomatika işləsə, nə baş verər ki? Yəni bu nə qədər bizim üçün, insan nə üçündür bəs? İnsan bir təfəkkür varlığıdır. İnsan beyinə malik olan yeganə, yəni təfəkkürə malik olan, düşünmə qabiliyyəti olan varlıqdır. İnsan niyə kəşflə yox, hər hansı fiziki əməyə meyillidir? Biz niyə həyatımızı fiziki əməklə qazanmaq istəyirik? Niyə beynimizlə yox? İntellektual sərmayəmizlə yox? Niyə biz daimi fiziki sərmayə ilə və ya fiziki göstəricilərimizlə pul qazanmaq istəyirik? Niyə 3-5 alim oturub mütaliə edib bir dərman ixtira etmir? Niyə biz ancaq fizikə fokuslanmışıq ki, nefti yerdən insan çıxartmasa, Azərbaycanda o qədər neft hasilatı azalacaqmı? Yeraltı resurslarımız azalacaqmı? O qaz resursu azalacaqmı? O neft azalacaqmı? Dənizdəki ikra azalacaqmı? Nə bilim, Feyxuanı biz dərməsək azalacaqmı? Dünyada 70% palçıq vulkanları Azərbaycanda məxsusdur. Onlar oradan itəcəkmi? Xeyr. Biz onları avtomatika ilə çıxarsaq, biz komfortlu yaşayacaq. Biz onları necə satacağımızı, dünyaya necə çıxardacağımızı məşğul olsaq, daha yaxşı işlər görək. Nəinki o nefti biz çıxardaq, bizim əvəzimizə başqa ölkələrin şirkətləri gəlsin, onun satışı ilə məşğul olsun. Biz niyə beyin məhsuluna, intellektual məhsula fokuslanmaq istəmirik də, biz ancaq fiziki əməkdə qalmaq istəyirik. Məncə bu yanaşma köklü surətdə dəyişməlidir Azərbaycanda. İntellektual kapitala, insan resursu yox, insan kapitalına keçməliyik biz. Elvin bəy, süni intellekt texnologiyalarının bizim üçün yaratdığı təhlükələr və risklər nədən ibarətdir? Ümumiyyətlə, belə bir risklər varmı? Təbii ki, süni intellekt risklər təşkil edir. Burada ən böyük risk halüsinasiyasiondur. Yəni, onun xəyal görməsi, məlumatları qarışdırması, bizi manipulyasiya etməsi, bu onun özü ilə bizim aramızdakı olan məsələmizdir. Yəni, biz süni intellektlə yazışdıqda o bəzən adekvat olmayan cavablar bizə verə bilir. Hansı ki, böyük dil modeli şirkətlərini məhkəməyə veriblər. Bir gənc bir yeniyetmənin ölümünə səbəb olubdur. Ona intihar etmə məsləhəti veribdir və bunun kimi bir çox məsələ var ki, süni intellektin özü manipulyasiya edə bilir, kontroldan çıxa bilir və bizi yanılda bilir və bu risklər öz aktuallığını qoruyur. İkinci məsələ isə süni intellektin səhv əllərdə istifadəsi. Yəni, böyük dil modellərindən istifadə edən kiçik solutionlar, misal üçün, hal-hazırda kiber təhlükəsizlik sahəsində hackerlar artıq süni intellekt dəstəkli ataklar edirlər. Ən böyük təhlükələrdən biri. Və artıq yeni yanaşma var ki, kvant texnologiyası inkişaf edir, kvant kompüterlər inkişaf edir. Şifrələrin qırılma mərhələsinə artıq təsir edə biləcək bir texnologiya ərsəyə gəlir və bir tərəfdən də süni intellekt dəstəyi var. Və bu yanaşmalar hamısı birləşdikcə balans pozulmur, qorunur əslində. Necə ki, bizim öz dünya ekosistemimizdə gözəlliklər nə qədər bir düşünün ki, bir bağ düşünün və ortasında böyük göl var
və o gölə düzgün baxım edilməsə, qulluq edilməsə, o bataqlığa çevrilir və orada ağcaqanadlar və zərərverici həşəratlar əmələ gəlir. Və bir balansdır ki, bu daim yaxşı, pis, gözəllik və onun tərsi və bu kimi məqam birgə gedir. Texnologiya da eləncidir. Texnologiya inkişaf etdikcə onu inkişaf etdirən biz insan və insanlıq olduğu üçün texnologiyanı inkişaf etdirir kimisi yaxşı tərəfdən və mütləq ki, bu tərəfdən də pis niyyətli insanlar da əziyyət çəkmədən, zəhmət çəkmədən qazanc əldə etmək üçün eyni texnologiyanı, eyni yanaşmanı öz məqsədlərinə uyğun istifadə edirlər. Bu da növbəti riskli tərəfidir ki, süni intellekt eyni vaxtda hackerların əlindədir, süni intellekt eyni vaxtda böyük zərərli qrupların əlindədir, terroristlərin əlindədir və radikal qrupların əlindədir. Və bunlar da bizimlə eyni texnologiyadan istifadə edirlər və onların məqsədinə uyğun da süni intellekt cavab verir, bizimkinə də cavab verir və bu o deməkdir ki, biz yenə də eyni balansdayıq. Kim daha ağıllıdırsa süni intellektə daha öz məqsədinə uyğun olaraq düzgün sorğu göndərsə, o daha ileriye keçmiş olacaq. Ümumiyyətlə süni intellektin səhv eləmək kimi bir təhlükəsi varmı? Buna görə məsuliyyəti kim daşıyır? Birinci, belə deyək ki, dil modelləri şirkətləri bunun qarşısını almaq üçün bir çox texnoloji yeniliklər edirlər və bunu yaxşılaşdırırlar. Biz əvvəlcə elə buna nümunə olaraq deyək, hələ bu tam avtomat sistemdir və qapalı qutudur. Biz qayıtsaq əvvəlki ateistlərə, biz harasa bir doğru nömrəni çevirib bir qonşuya və ya qohuma zəng etdikdə başqa yerə düşdüyü çox olurdu. Mən öz uşaqlıq vaxtımdan yadımdadır, ev telefonlarımızdan və ya biz zəng edərkən ikinci bir adam da eyni xəttdə, yəni 3-4 nəfər eyni xəttdə danışılan da olurdu. Bu hələ manual sistemlərdən gedir söhbət. Düşünün ki, tam digital bir sistem və insan faktoru çox azdır o sistemin neyron şəbəkəsinin içində və orada nə baş verdiyi bizə aydın deyil. Necə hesablamanın nəticələnəcəyi bizə aydın deyil. Və bu nəticələr bizim nə qədər xeyrimizədir, biz sadəcə nəticədən sonra bilmiş oluruq. Və təbii ki, bu bizim üçün çox böyük bir təhlükədir. Yəni, içini bilmədiyimiz bir texnologiyadan xidmət alırıq. Hansı ki, sorğu gedir, neyron şəbəkəsinin içərisində artıq hiyerarşik bir hesablama düsturlarına girir orada, o qatmanlardan keçdikdən sonra bizə gələn cavab var. Biz sadəcə sorğuyu göndərəndə və sorğuyu qəbul edəndə görürük. Amma arada nə baş verdi? Biz bundan xəbərimiz yoxdur. Təhsildə ChatGPT botlarından daha çox istifadə olunur hazırda şagirdlər. Bunun nə kimi faydaları və zərərləri var? Ümumiyyətlə, hal-hazır ki, son bir ilki dövrü nəzərə alsaq, kiçik yaşlı uşaqlardan tutmuş, yaşlı insanlar həmçinin və digər yaş qrupları nəzərdə. Hər kəs bir şəkildə süni intellektdən istifadə edir. Müəllim də, şagird də, o qurumun özü də, yəni təhsil qurumunun özü də və bunların hər birisi süni intellekt modelləri, istər bu ChatGPT olsun, Microsoft'un Copilotu olsun və bunun kimi digər modellər. Hər kəs istifadə etdiyi bir şeyi niyə qınayaq biz? Yəni, əgər bir kəsim istifadə etmirsə, o biri segmenti qınaya bilər. Deyər ki, bu yaxşı bir şey deyil, bax biz istifadə eləmirik, siz də istifadə edəməyin. Amma hər tərəf istifadə edirsə, kim kimi qınamalıdır burada? Və niyə də qınamalıdır? Düşünün ki, əgər fiziki bir kitab oxuyuruqsa, bu mütaliəni yaxşılaşdırır, fokusu yaxşılaşdırır, insan beyninin inkişafında çox yaxşı araşdırmalar var. Amma elektron bir kitab oxuduqda, yəni ekrandan bir, istər telefon olsun, notebook olsun, planşet olsun, bu ekran gözə kitab qədər xeyirli deyil, zərərli tərəfləri var. Şua tərəfi var, ekran özün var, yaxın məsafədən görmək var və bunların hər birisi yorucu tərəfləri var. Və o şagirdə bir məlumatı tapmaq üçün bir PDF-in içində 150 səhifə varsa, hamısını oxuyub lazım olan məlumat tapmaqdansa, onu ChatGPT ilə və ya Grok-la, Gemini ilə və digər modellərlə qısa bir müddətə, Copilotla qısa bir müddətə tapırsa, emal edirsə, ona lazım olan məlumat tapa bilirsə və onun dərsində biri var ki, o 2 saatını
kiçik bir resursa xərcləsin. Bir də var ki, o 2 saatının lazım olan bütün resurslarını əldə edib onlardan daha yaxşı öyrənmə əldə etsin. Yəni süni intellektdə əgər bir şagird doğru istifadə edirsə, məqsədə uyğun istifadə edirsə, bu ancaq bizim faydamızadır. Biz övladlarımıza doğru yanaşma, doğru düşünmə kriteriyalarını öyrətməkdənsə niyə nəyisə qadağan eləməliyik? Biz niyə doğru istifadə üçün onu motivasiya etmirik? Biz niyə onun doğru yanaşma üçün kriteriyalar, meyarlar vermirik? Həyatı o yaşda düzgün qəbul etmə, düşünmə kriteriyaları öyrətməkdənsə hər şeyi qadağan edib, onun oyun vaxtını da dərs vaxtına qatıb, onun bütün uşaqlığını əlindən almağa niyə ki, onsuz da hal-hazırki təhsil sistemimiz elə qurulub ki, övladların oyun oynamağa vaxtı yoxdur. Öz uşaqlıqlarını yaşamağa vaxtı yoxdur. Və çıxan bu münbit texnologiyadan onlar istifadə edəməsinlər və onların öz bütün asudə vaxtları da hər birisi kitaba həsr olunsa, onların uşaqlığıdır artıq əllərindən çıxmış olur. Bu mənim şəxsi yanaşmamdır və düşünürəm ki, əgər müəllim istifadə edirsə süni intellekti, şagirdə istifadə etmə deməyə hüququ yoxdur. Əgər Təhsil Nazirliyinin özü istifadə edirsə, öz fəaliyyət istiqamətindəki digər segmentləri, kontingentləri qadağan etmə doğru yanaşma olmaz. Məncə motivasiya etməlidir və onu düzgün istifadə etməyi öyrətməlidir. 10-15 il sonra süni intellekt insanların həyatını necə dəyişəcək? 10-15 il sonra süni intellekt kəlmə təxmin etmək deyil də düşünmə qabiliyyəti əldə etməyi gözlənilir və proqnoz da bu yöndədir. Çox sağ olun, təşəkkür edirəm və dəyərli fikirlərinizə görə. Çox sağ olun. Bugün süni intellektin həm faydalarını, həm risklərini, həm də gələcəklə bağlı proqnozlarını müzakirə etdik. Texnologiya nə qədər inkişaf etsə də, onun doğru istifadəsi yenə insanın öz əlindədir. Hər bir yenilikdən qorxmaq yox, onu öyrənmək və düzgün istifadə etmək lazımdır.